təqdim edin. Həsən Fəriz Həmidoğlu. Bura niçin gəlmisiniz? Mən 50'li idim, 50'mi kəsdilər, iş qabiliyyətim yoxdur. Mən 50'li istəmirəm, işləmək istəyirəm. Necə başa salım? İşləmək istəyirəm də həyatıma davam eləmək. Həyatıma sonlandırmaq istəmirəm. Bir sözlə yaşamaq istəyirəm. Bu qədər. Siz bura işlə bağlı gəlmisiniz ki, işlə bərpa olunasınız. Bəli, iş qabiliyyətim yox. Bura məktub yazmışam. 5 ay ərzində məktubuma cavab gəldi. 50'li idim. Yazmışdım, iş qabiliyyətimi götür, mən işlə təmin olum. Məşğulluq dairəsi bir adım bilmirəm də, məşğulluq baş idarəndə görüşmüşdüm. Dedi ki, sənin iş qabiliyyətin yoxdur. Sən get sosial məktub yaz. Sənin iş qabiliyyətini düzəlsə, bərpa, yüngül iş, vaxtı orta iş, nəsə eləsən, biz sənə iş təklif elə. Mən də yazdım, məktub 5 ayda cavab gəlmir. Neçə dəfələrlə gəlmişəm. Burada mənə bölmə aparıb, bölməyə də getmişəm. Sağ olsun, orada mənə dərmanla təmin edirəm. Nə köməkli olunub. Başa düşdü. Söhbət oldu da bu qədər də olmaz. 50'li istəmə. 50'mi versələr iş qabiliyyətim olur. Mən sadəcə iş həyatıma davam istəyirəm. Hə, siz iş fəaliyyətinə məşğul olmaq mən də istəyirəm, ki... bəli, istəyirəm anama baxım. Başa düşdü. Mən 50 il dörəm. Mən əlim, qolum, bədənim yerində. Mən ölü adam dörəm. Getirəm Narimanovda məşğulluqla görüşmək. Hal-hazırda gedirsiniz görüşə. Məktuba 3 gün ərzində cavab olunmalıdır. Nətə deyirəm? Canlıya verərsən də. O sonra bu qədər qazilər hörmətsiz olmaz. Biz buna ötü döyüşməmişik. Başa düşdü. Mənim anamın heç kimə borcu yoxdur. Başa düşdü. Mənim atam öləndə heç kim gəlib mənə çörək almayıb. Başa düşdü. Mənim anam 2 işdə işləyib mənə böyüdüb. Mənim heç kim gəlib mənə baxmayıb. Başa düşdü. Mən 1-ci sinifdə oxuyanda gecələn getib maşın yurdum. Maşın yurdum. Mənim 9 yaşım olur, mən çöldə camaatı maşını yurdum. Başa düşdü. Amma 18 yaş mən getdim əskəriyə. Məmunun oğlu getib Dubayda kayf elədi. Mən əskər olanda silahı posta ermənin qabağında duran oğlan olmuşam. Bu qədər olmaz. Millətdə haqqımızı yeməlidir. Unutmalı. Hər uşağı baxmalıdır, şəhidi yada düşməlidir. Samiri yada salmalıdır. 6 yaş uşağı hələ atasını gözləyir. Onu unutmalı deyil. Boğaza dirənib, məcbur eləmin Qazidə cinakar olsun. Vallahi olarım. Xocalı yaşayanları yoxdur, birinci qarı mən görməmişəm. Görənlər görüb. Bunu valın qabağında dura bilmirsiniz. Biz ölü adamalar. Başa düşdü. Bizi ölümdən qorxusa bilməzsə. Xocalı burada yaşadarıq. Başa düşdü. Tarixə yazılar. Bilirsiniz, Bir an yaxınlaşın zəhmət olmasa. Sizin 50 təyinatın müddəti 30 sentyabr 2025-də bitib. Sizə izahat verildi, yeni informasiya 88-dir. İstəmirəm. Bir dəqiqə. İşlə də bağlı aidiyyəti qurumla danışıldı, sizi gözləyir. İşlə bağlı müraciət edilir. Şimdi ciddi problem yoxdur. Görəcək də.